Bu fətra əhli məsələsi də yeni bir məsələ kimi bəziləri ortaya atır. Fətra əhli nədir, qardaşlar? Əhlüsünnə alimləri bu məsələdə danışıblar. Fətra əhli kimlərə deyilir? Fətra əhli o insanlara ki, əslində heç peyğəmbər gəlməyib, yaxud peyğəmbərin dəvəti onlara çatmayıb. Budur tərifi. Bu barədə mən doktorantura risaləmdə ayrıca müstəqil bir fəsil olaraq zikr eləmişəm. Bu məsələdə danışmışam. Və bu da nədir? Sələf alimlərindən fətra əhlinin qiyamət günü hökmü haqqında, onların fitnəsi haqqında ayrıca bir fəsildə danışmışam. Və orada gəlir ki, fətra əhli kimlərə deyir? Onlar peyğəmbərin gəlmədiyi bir zamanda yaşayanlar, yaxud elə bir yerdə yaşayanlar ki, onlara peyğəmbərlərin dəvəti çatmayıb. Onlara fətra əhli deyir. Lakin bir insanlara ki, bir peyğəmbərin dəvəti çatıbsa və özlərini o peyğəmbərin dininə nisbət edirlərsə, məsələn, özləri müsəlman deyirlərsə, bunlara fətra əhli deyilməz. Bunlar artıq fətra əhli sifətindən çıxırlar. Adam özünü İslam dininə nisbət edirsə, sən buna fətra əhli deyə bilməzsən və bunu sələfdən deyən olmayıb, keçmiş alimlərdən. Baxın, Əl-Usi rahimehullah nə deyir? وَالْفَتْرَةُ مِنْ فَتَرَ عَنْ عَمَلِهِ يَفْتُرُ فُتُورًا İdə səkənə bir yerdə sükun eyləyənə deyilir, fətrə sözünün mənası. وَالْأَصْلُ فِيهَا الْاِنْقِطَاء عَمَّا كَانَ عَلَيْهِ مِنَ الْجَدِّ فِي الْعَمَلِ Yəni, əsli nədir, hardandır? Yəni, işin əslindən qırılmaq deməkdir. Və huvə ində cəmi'il müfəssiri, bütün təfsirçilərə görə nə deməkdir? İnqita' mə beynər rasuleyn. İki peyğəmbər arasında bir qırılmış bir tarixdir. Yəni, o kəsik bir tarixdir. Yəni, heç bir peyğəmbərə çatmayıb. Nə öncəki peyğəmbərin dəvəti çatmayıb, nə də ki, ondan sonra gələn peyğəmbəri də görməyib. Bunlar kimlərdir? Fətra əhlidir. Və Suyuti rahimehullah buyurur ki, fətra əhli o ümmətlərdir ki, peyğəmbərlər zamanında yaşayıb, hansı ki, onlara peyğəmbər göndərilməyib. Nə birinci peyğəmbər göndərilməyib, nə də ikinci peyğəmbərə yetişməyiblər. Bu, alimlərin fətra əhli haqqında olan tərifidir. Amma demək ki, fətra əhli özünə müsəlman deyir, özünə müsəlman sonra şirk edir, bunlar da hökmü fətra əhli xeyr. Bunu sələfdən deyən olmayıb. Sələf alimlərindən deyən olmayıb. Və Peyğəmbər sallallahu əleyhi və səlləm fətra əhlinin hökmünü bəyan edib ki, bunlar fətra əhli kim? Onlar qiyamət günü imtihan olunacaqlar. 4 sinif insandır. Ki, eşitməyən kardır. Ağlı başında olmayan axmaq, yəni ki, dəlidir. Çox qocadır. Bir də fətra dövründə, yəni Peyğəmbərin gəlişindən öncə vəfat edənlərdir. Kar deyəcək ki, ey Rəbbim, İslam gəldi, amma mən heç nə eşitmirdim. Axmaq deyəcək ki, ya Rəbbi, İslam gəldi, lakin uşaqlar məni daşa basırdılar. Qoca deyəcək ki, ya Rəbbi, İslam gəldi, lakin mən heç nə dərk etmirdim. İslam gəldiyi zaman. Və fətra dövründə ölən də deyəcək ki, ya Rəbbi, mənə heç bir peyğəmbər gəlmədi. Və o zaman onlardan əhd alınacaq ki, əgər onlara peyğəmbər gəlsə, ona itaət edəcəksiniz. Və onlar da buna razı olacaq və onlara peyğəmbər göndəriləcək qiyamət günü. Və ki, peyğəmbər onlara deyəcək ki, cəhənnəmə daxil olun. Peyğəmbər sallallahu əleyhi və səlləm hədisinin davamında buyurur ki, nəfsim əlində olan Allaha and olsun ki, əgər onlar daxil olarlarsa, peyğəmbərə itaət edib, daxil olarlarsa, onun üçün onlar üçün sərinlik və salamatçılıq olar. Yəni itaət edəcək. Hədis İshaq ibn Rahaveyh rəvayət edib, həmçinin İmam Əhməd Musnədində rəvayət edib, Beyhəqi Etiqad kitabında rəvayət edib və Beyhəqi isnadının səhih olduğunu deyib, Şuayb Arnaud da Musnəddə hədisin həsən olduğunu zikr edib. Həmçinin Əbu Hüreyrənin ləfzində gəlir ki, hədisin axırında kim daxil olarsa, onun üçün salamatçılıq və sərinlik olacaq. Kim daxil olmazsa, onlar nədir deməli, sizə peyğəmbər göndərilsəydi, dünyada da siz itaət etməyəcəktiniz deyə, onlar da nədir? Cəhənnəmə atılacaqlar. Və fətra əhli bunlardır, qardaşlar. Fətra əhli, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin
hədisində keçən kimi o insanlara ki, Peyğəmbər çatmayıb. Lakin bir insanlar ki, özünü İslama, müsəlman toplumuna nisbət edir, lakin cəhalətindən şirk qoşursa, bu barədə İslam alimləri elhamdülillah yetərlicə danışıblar, yetərlicə onların sözləri var. Və o sözləri inşallah az sonra sizə oxuyacaq. Daha bəzilərinin iddia etdiyi kimi artıq şirk etdirsə necə ona müsəlman deyərik deyə biz onları təkfir etmirik. Bu, yəni dolayısıyla fətra əhli demək, dolayısıyla onları təkfir etmək. Çünki alimlər fətra əhli ilə, çünki onlar özlərini dediyimiz kimi, özlərinə müsəlman demirlər. Onlar özlərini hər hansı bir dinə nisbət etmirlər, fətra əhli. Müsəlman deməyənə də biz müsəlman demirik. Bir insan özünə müsəlman demirsə, biz də ona müsəlman demirik. Fətra əhli budur. Lakin biz özünə müsəlman deyənə deyir ki, sən fətra əhlisən, yəni sənə də müsəlman demirik. Sən deməyinlə ki, özünə müsəlman deyən bu toplum fətra əhlidir. Yəni biz bunlara müsəlman demirik. Müsəlman demiriksə, müsəlman kimi də müamilə etmirik deməkdir. Yəni, bu da bəllidir ki, qardaşlar, dolayısıyla təkfirdir. Əhl-i sünnə ləfslərdə diqqətli olublar. Hər kəlmə, bir dənə kəlməni doğru yerində istifadə etməsən, bu böyük fəsadat səbəb ola bilir. İnsan bilərəkdən yaxud bilmərəkdən təkfirə düşə bilir. Ona görə də insan bu kəlmələri tədəbbür edərək, düşünərək istifadə etməsi lazımdır.